Sabahınız xeyir qızlar, necəsiz? Evdən tez bazar çıxdım, gəldim ki, burada tamamlayım aksesuarlarımı və bu günləri mən podruqalarımla görüşürəm. Səhər yeməyinə gedəcəyik. Mən də belə geyindim. Bu arada qəşəng arıqlamışam, biraz ayaqlarım arıqlayıb. Doğrudan. Mən həmişə stoluya qoyuram. Ya da yerə də qoyuram. Hara gəldi qoyuram belədir ki, amma bunu ilk dəfə eşidirəm. Bunu yanıma qoyuram. Eşitdin? Sumkanı stolun üstə qoyanda kasıbçılıq əlamətidir. Yox, mən hal-hazırda işləmirəm, çünki uşağım balacadır. Hə, yaxşı. Biraz da sağ olasın. Bir dənə diz çəkəcəm. Gələrsən? Biz qəşəng yedik. İndi yenə də gedirik təzədən yeməyə. Stolun üstündə nə qədər artıq yeməklərimiz qalıb. Mən tam doymamışam. Dinara, sən doymusan? Yox. Yox. Sən? Mən vəbşə alacağım. Qızlar, bir uşaqlıq rəfiqəm var. Həm də ki, qonşumuz olub bizim. Mənə sürpriz elədi. Bir də zəng edib ki, Gülnar xanım, sizdə də mağaza tapa bilmirəm. Ayda, bir də çıxdım gördüm nə xəyalə. Baxaq görək burada nə var. Wow. Çox sağ ol xəyalə. Sabahınız xeyir, saçımı rəngləmişəm. İndi saçımı yumağın vaxtı gəldi. Biraz da evi qaydasına salıb işə gedəcəm. Bu aralar qızlar heç cürə video çəkə bilmirəm, amma sizə söz verirəm ki, hər şey qaydasına düşəcək. Qızlar, neçə vaxtdır mənim bir podruqam var, onunla görüşməliyik biz. Gah o xəstələnir, gah mən xəstələnirəm. Axır ki, bu günləri biz görüşəsi olduq, sağ olsun, gəlib mənim yanıma. Rəqa Habib, heç yol. Hə, öyləyim. Çöldə də yağış yağır, güclə gəlib çıxıb bura. Deyirəm ki, bir dən çay verin, bizim o qədər danışacaq söhbətlərimiz var ki. Çərəz, çəkildi dedim. Biz də o çərəzi YouTube'a çəkilməm. Deyir var, gətirməmişəm. Korичневый var idi, limon rəngi. Əyində bir dənə duruşuma baxın. Da belə bir detay var. Qızlar, Aykanı indi yola salıram. Nə aldı onu da göstərim sizə. Bir dənə məndə qəşəng qara pencəyi var idi. Çox yaraşdı, çox gözəl bir pencə idi. YouTube'dakı qızlara mən göstərməmişəm buradakı geyimləri, amma təxmini sizə belə indi göstərəcəm. Belə bir orqanza qızlar, bir dənə bunun keyfiyyətinə baxın. Yəni o deyirlər, bir dəfə al, uzun müddət geyin. Bax belə bir pencə idi. Mən sizlər üçün görün necə keyfiyyətli geyimlər gətirmişəm. Ayka mübarəkdir. Ayka bu çantanı da çox bəyəndi. Bundan 2 ədəd gətirmişəm. Həm laptop qoya bilərsən, həm çox rahat. Ay, sağ ol. Hə. Özdə çox dəhşət gözəl keyfiyyəti var ha bunun. Bundan 2 ədəd gətirmişəm qızlar. Birini özümə, deyirəm ki, yox bunun mütləq birini özümə götürəcəm. Sabahınız xeyir. Mərva biraz məni hirsləndirdi. Şirniyyat ilə ancaq istəyir. Yumurtanı sevmir, amma mən də ona başa salıram ki, yumurta yeməsən sən böyüməyəcəksən. Haycan, Getirmək istədim. gətirəcəm səni yerində. İstəmirəm, getirmək. Çox gedək Mərva. Getirməyə.
Böyük qız olanda gələcəksən, hə, babanın yanına. Gəl, ağılı balam. Xalidlə gələrsiz. Mərva belə tanıdı ya qəbirlərdən. Bu yaxınlarda dayısı gətirmişdi onu. Bu da bibimgilin evidir. Adam dartdayıq biz. Qəbirstanlıq da yaxındır. Dedim gəlmişkən bibimin yanına da gəlim. Yerlədərsən məni. Hə, biz uşaqlıqda burada bizə nə qədər oynayırdıq. Mama, mən yerlədərsən. Rivaya ayın baş almışam. Öz üçün oturub orada donutla yeyir. Mən də kapuçino sifariş elədim. Burada bitən məhsullar var. Sizlərə görə belə yığmışam. Bu persil belə də, yəni normal, yəni pis deyil, belə dəhşət bir şey də deyil, amma normaldır. Cifin bu növünü ümumiyyətlə bunu çox bəyənmirəm. Niyə? Çünki qab-qacaq markasının içini yuyanda bunun o qədər gərək dərindən təmizləməlisən ki, belə toz kimi qalmasın. Belə qazı falan bundan təmizləyirlər, amma gərək çox siləsən də. Bax, bir dənə bu şey məni yorur. Bütün moykanın içində olan bu torbaları. Məndə hamamda nəsə dolur, mən bundan açıram. Ümumiyyətlə bundan tez istifadə edirəm, çünki buralar çox mikrob yığılır. Bundan ayda 2 dəfə belə istifadə edirəm. Və bunu mən Cekalevdən almışdım, ev üçün belə spreydir. Bir gözəl iyi var bunun. Deyəsən indi bitib, bilmirəm. Firmanın sabunlarını çox bəyənirəm. Biri də bax bu növüdür məndə. Bu keçi südüdür. Bu isə deyəsən aloedir. Əlləri qəşəng qurutmur. Bunu qız tərifləmişdi. Şampununu da almışam. Şampunundan razı qalmıram. Çünki saçımı yağlandırır. Amma bu isə çox möhtəşəmdir də. Bundan sonra saçım yumşaq olur. Alacam yenə də. Bunu Arzumdan almışam. Bədən gelidir, çox qəşəngdir bunun iyi də. Bunu deyəsən Olivia'dan almışdım. Tonerdir. Bu firma çox təriflilər. Hətta Aygün Kazımova da reklam eləmişdi. Mən bunun bir çox növündən istifadə elədim. Üz kremidir, sonra serumu. Amma belə də, yəni təmizləyici vasitədir. Unitaz hamam üçün elə belə, normal. Bunu da Yusk'dan almışdım. Bu da qab yuma gelidir. Bunu sırf qablaşmasına görə almışdım. Çox xoşuma gəldi. Sonra bitənlərdən bunu göstərim. Bu Oriflame'in üz kremidir. Bu da bitib. Çox bəyənmişəm bunu da. Bir də bu Collagen firmasının bədən yağıdır. Çox qəşəngdir də. Xoşuma gəlir. Dərini çox qəşəng nəmli saxlayır. Qara paltarlar üçündür. Belə də, yəni qiyməti münasibdir. Hə, bu kofe. Razı qalmamışam. Xoşuma gəlməyib. Bu Jevin qaş gelidir. Bundan da razı qalmamışam. Qaşımı saxladım. Yəni mənim qaşım qalın olduğu üçün razı qalmadım. Bu duşu isə ikinci dəfədir ki alıram. Divaş firmasının bu növünü çox bəyənirəm də. Favorimdir mənim. Bu da mənim favorim Vivienne'dan. Liner. Maybelline duşudur. Bunu da çox bəyənirəm. Və bu da Vivienne'in göz konsileridir. Belə, yəni elə belədir bu. Sonra burada bu keratinli maska, yəni çox da razı qalmadım. Ay Allah, siz nə vaxtdan buradadır. Elə bitir qoyuram ora ki, video çəkəcəm deyə qalıb. Bu firmanı Arzumdan almışam. Bu üz üçün misdir. Sadəcə üzü nəmləndirir. Çox xoşum gəlir. Mən belə şeylərdən istifadə edirəm. Və bu Ziact'ın ayda bu dəhşət bir skrabdır. Kofe növünü almışdım. Çox dəhşətli. Yəni bundan sonra bilsiz necədir? Dəriyə heç krem çəkməyə belə ehtiyac yoxdur. Yumşaq eləyir bu skrab. Və burada bir şey qaldı. Bu da Şıqlamın makyajı sabitləyən spreydir. Bunu razı qalmadım qəti. Elə belə orta. Çox qızlar, bunları da axır ki atacağım. Qızlar, Mərvanı özümdən aparım iş yerimə və dünənləri Mərvaya belə bir pencək almışam, cins, kurtka kimi nazik bir şeydir. Və bunun altlığı da var. Bu da belə uzun qol koftasıdır. Təzə krasovkalarımı göstər Mərva. Sonra açkivi də göstər. Demə bildim. Və təzə saatım. Açki 10 manat, 5 manat saatdır. Nə bunlar bilmirəm. Deyəsən 55 manat. Deyəsən bu 40 manat idi deyəsən bu. Nəysə, belə təxmini yadımda qalıb.
Mən də neçə vaxtdır ki, bu şalvarı geyinmirdim. Xoşum gəlmirdi, amma bu günləri nədənsə xoşuma gəldi. Aha, sonra Mərvaya bunları almışam. Biləm. Mərvanı aparam. Yəni kalqutkası yoxdur. Qəşəng kalqutka alım. Əslində almışdım, çırılıb kalqutkası. Özdə elə pis çırılıb. Görsənir, hə. Kuryerlə ilk işim. Bu günləri kuryerlə ilk çatdırılmam olacaq. Və xeyirli olsun. Aslında indi bu tərəfə qıcıqacım bu. Bax aşağı qaça gəldi. Bax yedi. Mən əllərimi harda götürərəm? Gəl, evdə adam olar, gəl, baxsın. Səni bura gətirmişəm. Gəl, bax, qəşəng piraşkilər var burada. Gəl, bax, sendviçlər də var. Sən? Ne kadar şinyaklar var. Burada da var. Bütün salfetkaları düzüb unitaza necə ki öyrətmişəm. Yəni ayda inanırsınız elə ləzzət elədi Mərvan bu hərəkəti mənə. Bu hot dogla Mərvanındır. Çay da istəyirsən? Hər Mərvanı şəhərə çıxardanda mənə mütləq məktəb ayət nələrsə aldırır. Yəni bir azı 15 manatım getməlidir də. Keçən səfər almışam Mərvaya. Saat da almışam, göstərərəm sonra sizə. Bir də kalqutka aldım. Belə bir kalqutka. Başqa da nə bilim nə almışam. Yadımda deyil. O qədər xırda şeylər aldırır mənə. Qızlar Sarxana gəlib. Çəkilişlər eləyir. Təzə koftaların çoxsu buradadır. Yaz yay. Qiymətlər də o qədər gözəldir ki, həqiqət qiymətlər superdir də. Ayrıca gözəlliyi var. Hə, onun iki rəngi var onun. Bir də belə bir Qızlar, mənim belə bir dəftərim var. Gördüyünüz kimi 2018-ci ildə almışdım. Ümumiyyətlə 2018-də çox dəftər almışam. Və bir neçəsini istifadə elədim, yazdım, pozdum. Amma bir çoxu yenə də qalıb əlimdə. Bu tərtəmizdir, istifadə olunmuyor. Mən indi bu dəftərdən istifadə eləmək istəyirəm. Sadəcə bu keçmiş rəqəmdir deyə. Və içində də qeyd olunub, yenə də 2018. Və mən bura arzularımı qeyd eləmək istəyirəm. Planlarımı və s. Bilmirəm ki, bunu istəyərəm, bundan örtüm. Bilmirəm ki, bu köhnə il olduğu üçün nə qədər doğrudur bu dəftərdən istifadə eləmək. Sanki planlarımı, gələcək arzularımı yazıram. Köhnə il olduğu üçün bu məni biraz belə çaşdırır. Bilmirəm, istifadə eləyim, eləməyim, amma çox gözəl dəftərdir. Mən bunu Stradivarius'dan almışam. 25 manata deyəsən, çoxdan. Yəni, çoxdan deyək ki, zaten bilinir də, neçənci ildə. Gəldim Bravoya, 28 nolun içinə. Yəni, ərinmədən gəldim bura. Belə bir dəftərlə qələm aldım. İndi gedirəm işə.